Ya Allah. Hər vaxtınız xeyir olsun əziz qonaqlar, əziz İsmailli cəmaatı, bu toya yaxından uzaqdan təşrif buyuran bütün qonaqlar. İcazənizlə bugünkü məclisimizin dəyərlilərini bu gözəl, möhtəşəm Qala Şadlıq Sarayına dəvət edirik. Çox xahiş edirəm, diqqətləriniz monitorlarda olsun. Bəyimizin, gəlinimizin adına sizlərdən alqış alacağım. Güneş Vağzalıya oyanır bugün. Küləklər Vağzalı üstündə əsir. Arzuların Vağzalısı çalınır. Diləklər Vağzalı üstündə əsir. Bir gürültülü alqışla bəyimizi, gəlinimizi qarşılayağın. Gələn qədəmləriniz mübarək olsun əzizlərim. Ömür yollarında sonunacan bax bugünkü kimi xoşbaxt addımlayasınız. Bütün nəslin gözləri aydın olsun. Allah balalarınızdan yarıtsın sizləri. Bir daha təbrik edirəm bəyimizi, gəlinimizi. Onların şərəfinə hazırladılmış şərbət şəlaləsi gəlir. Arzu edirik ki, ömrünüz hər zaman şirin olsun əzizlərim. Ya Allah. Bir daha xoş gördük əziz qonaqlar. Hər birinizi ayrı-ayrılıqda salamlayıram. Bu gözəl, möhtəşəm Qala Şadlıq evində hörmətli bəyimiz Samir bəylə Aygül xanımın toy günündə. İlk olaraq bəyimizə, gəlinimizə Allahdan xoşbaxtlıq arzulayırıq. Onların valideynlərinə, doğmalarına göz aydınlığı veririk. Gözünüz aydın olsun. Allah balalarınızı xoşbaxt eləsin və bu günkü gündə bu məclisə təşrif buyuran bütün qonaqları həm toy sahibləri adından inşallah irəliləyən dəqiqələrdə özləri də salamlayacaqlar. Təşəkkürlərini çatdıracaqlar. Həm də bəyimizin, gəlinimizin adından təşəkkür edirəm. Sağ olun ki, bugünkü gündə bu iki gəncin ailə qurmasının şahidi olursunuz. Şahidliyi qismində Allahın izni ilə iştirak edirsiniz. Günlər o günlər olsun ki, sizin də həyatınızda gözəl günlər olsun. Evlad toyunun sevincini dadmaq nəsib olsun. Dəyərli valideynlər gəlib sizin sevincinizdən pay uğurlasın. İnşallah irəliləyən dəqiqələrdə təbii ki, bu toyumuza böyük coşqu ilə start verəcəyik. Ondan əvvəl mən özümü təqdim edeyim. Bugünkü məclisin aparıcısı mənəm, şair Furqani Ağsuluyam. Yəni Şirvan evladıyıq, doğmuyuq, əzizik hər birinizlə. Və dəyərli musiqisi heyətini təqdim edirəm. Dostluq qrupu, Dostluq İnstrumental Ansamblı, Qala Şadlıq Sarayının dəyərli kollektivi və eyni zamanda Rövşən bəy, təqdimata ehtiyacı olmayan dostumuz, Bəhruz bəy, Kamran bəy, hamımızı xoş görmüşük. İrəliləyən dəqiqələrdə inşallah o gözəl səsinizi mütləq eşidəcəyik. Və dəyərli dostumuz Aşıq Elçin də bu məclisdədir. Elçin bəy öz məlahətli Şirvan avazları ilə könlümüzü xoş eləyəcək. Mən fürsətdən istifadə edib Qala çəkiliş qrupuna başda Rahim qardaşımız olmaqla təşəkkür edirəm ki, bugünkü toyumuzu tarixin lent yaddaşına köçürürlər. Və dəyərli Aydan xanım da bu gözəl məclisimizə təşrif buyurub, onu da salamlayıram. Və beləliklə bugünkü məclisimizi açıq elan edirik. Allah Taala hər evə, hər ocağa toy qismət eləsin. Sözsüz ki, o toy arzuların ən böyüyüdür, mən həmişə deyirəm bunu. Ancaq ən çox özün gözlətdirəndir. Arzu edirəm ki, həmişə intizarınız belə sevinclə bitsin. Arzu edirəm ki, bütün balalar xoşbaxt olsun. Arzu edirəm ki, yer üzündə qalanan bütün ocaqların odu ömürlərinin sonuna qədər odlu olsun, yanar olsun, ruzili olsun, bərəkətli olsun.
toy günü üçün hamı çəkər intizar. Hər adamın qəlbində bu dilək var. Ürəklərdə kök bağlayan arzular şükür bu gün pöhrələnmiş, göyərmiş. Bu sevinci gözləməyə dəyərmiş. Vüsalına yetir bir qız, bir oğlan. Xoşbaxt olsun taze gəlin, bəy oğlan. Bu gəlinin yazısında bu oğlan, qismətində bu ocaqmış, bu yermiş. Bu sevinci gözləməyə dəyərmiş. Allah olsun dayaq yeri ər kəsin. Hər ocaqdan, evdən gəlsin toy səsi. Nə gözəl səsdir. Sevinc işə bais olan hər kəsi yaradan da bəyənərmiş, sevərmiş. Bu sevinci gözləməyə dəyərmiş. Bu sevinci gözləyənlərdən bəyimizin, gəlinimizin adına bir alqış istəyirəm sizlərdən. Alqışlayan əlləriniz var olsun. Allah bu günümüzü mübarək eləsin. Və vaxt itirmədən təbii ki, mən bayaqları dedim, toy həmişə arzulanır. Ancaq onun üçün bir heç olmasa 20-25 yıl vaxt lazımdır. Deyrem ay bey, toyun mübarek. Deyrem ay gelin, toyun mübarek. Deyrem ay bey, toyun mübarek. Deyrem Samir bey, olasız xoşbaxt. Olasız xoşbaxt.